Çok iyi. Sonra Ferrari. Manikür falan her şeyi tutarıq. Dırnağımız falan matlaşmış hazırdır. Dırnaqda parlaq yer qalmamalıdır. Parlaq yer qalanda Parlaqlıq verdiysən. Mesela mənim dırnağımın dırnağımın üstədi material var. Ya bizim öz dırnağımızın üstü parıldayır. Ona fikir verməsən. O parıltını pilkalayırsan, ora matlaşır daha. Amma da pilka ilə də pilkanın sərt tərəfindən cızmaq olmaz. Məsələn, bu pilka neçədir? 180-240 var. 240 olan tərəf çox yumşaqdır, bura biraz sərtdir. Sən bu yumşaq tərəfindən eləməlisən ki, sən sadəcə dırnağın üstünün parlaqlığını götürəsən. Və yoxsa sən dırnağını otur, anasını ağlar, cızıq elə ora qoy. Ama benim ki 240 180. Dırnağı cızıq eləmək, anasını ağlaşmaq olmaz da. Orada dırnaq zərər görür, nazikdir. Çox adam elə olur da, dırnağın pilkanın ən pis tərəfindən götürür dırnağın üstünü cızıq eləyir. Sonra dırnaq xəstəlik qalır. İndi burası yəni varsan, burası ilə. Yumşaq alçıdır. Ora. Bəs bura nə üçündür? Orada nəyim gelin üstünü pilkala, dırnağın ucunu pilkala. Cipsin üstünü pilkala bu şeylərə görə. Çox nüanslar var. Çətin gəlir sənə indi bu dəqiqə. Düşsən eləyə bilərəm. Az öyrənətlər edeyim. Öyrənsəm eləyəm. Sırasında yox. Bax, atmalardan biri də bilirsən səbəb nə ola bilər. Müştəri makyaj eləyib, sonra gəlib əlini belə qoysa. Onda bilsən nə olacaq? Tonal krem dırnağın üstündə qalacaq. Yad cisimdir də, başqa maddələr var. O maddələr tam oturmur dırnağın üstünə. Təmizləməlisən, yoxsa silməlisən də. Yəni atmaların bir sürü səbəbləri var da. Məsələn, atanda neynir tutmaq? Atanda deyəndə yəni bir həftəyə dırnağın dibi qalxır, orası qalxır, burası. Bunlardır atmaq. Bir sürü səbəb ola bilər. Bazadan da ola bilər, materialdan da, sənin düzgün işləməməyindən də. İndi manikür eləmişik. Dırnağın üstündə matlaşdırmışıq. İndi primer veriyoruz. Primer nə üçün bilirsən? Buydu. 2 dənədir. Biri kisqatalı, biri kiskatasız. Vəbşim. Primeri sadəcə dırnağın bu hissəsinə vururuq. Çünki burada zaten gel falan var da. Buraya öz dırnaqdan. Niyə vurursan? Yağlılığı götürsən, çünki yağlı dırnaqda material çox qalmır. Bu yağlılığı götürür.
desem ya az vururam. Çünkü özü yayılan bir şey. Yavaş yavaş yayılır, dırnağın her yerine oturur. Fırçam vardı aslında. Bak. Gördüğüm primer tam kuruyub. Nəmişlik, yaşlı, heç nə yox. Amma qalsa və sən bunun üstünə bazen vursan, dırnağın altı nəm qalar. Sonra dırnaqda küflənmə, yaşıllaşma yaranır. O nəmişlikli yerlərdə abını qaldırırsan, altı yaşıldır, küflənir. O dırnaq da elə. Tam quruyandan sonra vurursan bazen. Hər dəs qurumalı 1 dəqiqə, 30 saniyə falan çəkir. Üstüne durursan ki uçtan geri ayrılmasın dırnaktan. O tam nazik olmalısın sen de. Çünkü bazen sağlam olmaya ihtiyacın var. Əsas hər yeri dəyməz, diplərə falan görürsən. Çünkü bunun bir yerin, harası dırnağın bir yerine yaxılmamış olsa gel qalmayacaq. Dırnaqdan aralayacaq. Yazı var. Salam. Kislatalı primerə hansı dırnağa vurursuz? Kislatalı primer. Kislatalı primer çox yağlı dırnaqlara vurulur. Kislatalı primer quru dırnaqlara vurulur. Bir saniye. Eğer dırnaq tamamıyla açıqdırsa, yani sen burada bu hisselerde gel var da, ona göre diblərə vurdum. Burada öz dırnağıydı. Ama təmiz açıqdırsa bir dənə primeri belə vuracaqsınız. Mündür belə. S hərfi kimi. Hər yerə çox vurmaq lazım değil. O özü yayılan bir şey. Bax, manikürü qəşəng eləyəndə bazen çəkəndə şotku dırnağın altına girir, görsən. O da qalıcılığı daha da gücləndirir. Bu nə üçün vurursan? Bazen geli dırnağa yapıştırsın. Oradan tuzlarını çıxarıb rüyü taxa bilərsən. Rüyü? Yəni qurutma tərəfini. Bunu çıxardırıram. Qurutma alsın. Yerdə böyük var. Ama çalış ki bu baza falan bütün üstüne değmesin. Bilirsən niye? Çünkü etin üstüne değende gel axır gedir oraya yapışır. Ne oluyor? O sese bak. Yani çünkü bazen aldık dırnağın üstüne lazım. Dedim tarıyorlar bir tane. Diplere falan yedirdi vurmamızın bazen. Yoksa kalıcı olmuyordu.
Orası kapalı siteleri. Yoksa yani çıkardan zaman çıkardım ve Primer havada qurutulması yaxşıdır, yoxsa aparatda qurutması hansı yaxşıdır? Fərqi yoxdur. İki şəkildə də quruyur. Amma havada qurutur. Yəni bir dəqiqə falan gözləməliyik də onun qurumasına. Çünki qurumasa altı nəm qalır, sonra dırnaqda yaşamaş qalır. Sağ ol, sen necə yaşadın? Bir 5 kiloda ayda bir yarısını bunlar götürsün, yarısını olmazdı. Yo, böyle büyük bir Yo. Aslında biraz aradı, halk belediye size koydu, halk belediye buradan düştü gelecekti de götürmedi, burada koydu. Sen niye yemedin yemeği? Yiyərəm birazdan. Dünya da soyulur, getir. Geç, kahve gəlir, güzel. Kəsim gəlir, kaska gəlir, dur. Kim gəlir ki? Hər tanıdın, Kimsə bir dənə müştəri gəlir. Adı Əsas o. sənə, yoxsa işi. Fərdə tez yeyəcək. Qalxdır, boşa deməliysən. İstəyirsən mən otur biraz da. Gəl. Mafyası olur, biraz vaxtsın. Ne yapıyorsun? Geç koy.
Aferin sana. Ağlım. He. Aferin sana. Sen elə ağıllı oğlansın. Oo, ne belə su geldi indi. Ay güzel oğlan. Ay güzel insan. Güzel var. Sağ ol. Ay baba. Babamın suyunu açık olacak. Yaşlı. Anne, yarısı diyorum. Canım ya, suyu atır. Bilmem sana açık olursun. Ben siz çocuğumdur. Ses herhalde bir şey. Aysel çikolatalar ne teldi? Aydan süper. Bakın hele. Güzellik. Bu sefer tele duydum dedim. Ay küpelerim bakın. Alırsan. Yok. Arada taraf. Üst üste durmasın. Denden dursun da. Boz tele durur. Ben kaynağı hiç sevmedim ama böyle çok qəşəngdir. Əlbəttə ki, bu müalicəlidir, baxımdır. Çok kaynağı hem de elə bir toya gedirəm. Bu təbii gözəllikdir də. Baxım gəlir. Sağ olun. Sağ olasınız. Ne diyorsunuz? Bir tane ne var? Ləmnəsi. Ben de isterim. O kiprik qatlayan da həmişə qatlayır. Çok ziyandır. Kiprikləri tülkülü basar. Ama bir ara indirim. Asıl çıkmıyor. Ben gittim ben dedim. 60 şeyler. Bu elo efekti verir. Hiç vurmamışım. Tuş çekmeyeceksin. Ancaq hala. Mənim kipriyim nə qədər qalacaq belə? 2 aya yaxın qalmaz. Doğru. Oradan da Təşəkkür qalır. Belki hamısı kesin sabırsız da hepsi olar. Yok, ne düz olsun değil mi? Hakikaten çünkü kesin var burada ama bir şey değil. Çok bu sefer resmiydim biraz babasını kısa.
İçime parça parça gelir. O beni günahkarsa benim. Ben seni seviyorum. Dedi ki İki aydır da o. İki aydan da ama ne var? Şimdi çok acı bir yer yaşadı.